Süfrənin əvəzsiz bitkilərindən biri olan nanə sağlamlıq üçün çox faydalıdır. Dünyada təxminən 25-30 növü olan nanə əsasən rütubətli yerlərdə bitir. Bu ətirli bitki növü müalicəvi bitki kimi də tanınır. Nanə bitkisi iştahı açır, əsəbləri sakitləşdirir, bədənə rahatlıq verir, stres və baş ağrısına qarşı yaxşı təsir edir, spazm və taxikardiya riskini azaldır, hərarəti azaldır, həzm sistemi və mədə üçün həqiqətən faydalıdır. Belə ki, həzm asanlaşdırır, qaz qovucudur, bağırsaq qurtlarını azaltmağa kömək edir, xora və ürək yanmasına qarşı yaxşı təsir edir. Qusma, ürək bulanması, ağrıların qarşısını alır, qrip, bronxit kimi soyuq dəymə və öskürək hallarına qarşı faydalıdır. Diş ağrısı və pis nəfəsləri aradan qaldırır, ana südünü artırır, əsəb zəifliyinə qarşı yaxşı təsir edir. Nanə bitkisi necə istehlak olunur? Nanə, ətir və dadı ilə fərqli bir ləzzət qatmaq üçün salatlara və yeməklərə quru və ya təzə əlavə edilə bilər. Həmçinin nanə çayı həzm asanlaşdırmaq üçün yeməkdən sonra içilə bilər. Nanədən alınan nanə yağı da müxtəlif məqsədlər üçün istifadə olunur. Yarpaqlardan hazırlanan nanə çayı sakitlik verir. Nanə suyunda biraz sirkə əlavə edilərsə və içilərsə, daxili qanaxmanın dayandırılmasına kömək edir. Nanənin sakitləşdirici təsiri nanə yağına da aiddir. Nanə yağı dərdə yanan ləkələri aradan qaldırmaqda və soyuqdan yaranan şişkinliyi azaltmaqda təsirlidir. Nanə qaynadılıb, buxarı ilə nəfəs alınarsa, tənəffüs yollarını açır, soyuq dəyməyə qarşı yaxşı təsir edir. Nanə çayını necə hazırlamaq olar? Yeməklərdə istifadə etdiyimiz təzə nanə yarpaqlarını əllə 3-4 hissəyə ayıraraq bir qaba yayıb 24 saat saxlayın. 24 saatdan sonra yarpaqlar quru və xırtıldayan olmalıdır. 24 saatdan sonra yarpaqlar tamamilə qurudulmasa, əlavə bir gün saxlayın. Sonra bir qaynadılmış çaydana 2-3 çay qaşığı qurudulmuş nanə yarpaqlarını atın və dəmə qoyun. 10-20 dəqiqə dəmləməsini gözlədikdən sonra yarpaqları süzərək çayını içə bilərsiniz. Limon nanə çayına uyğundur, amma daha şirin olmasını istəyirsinizsə, yarım çay qaşığı bal əlavə edə bilərsiniz. Nanə çayının faydaları bunlardır. Nanə çayı buxarı ilə nəfəs almaq, burun tıxanıqlığını aradan qaldırır və sinusları açır. Boğaz qurumasına qarşı yaxşıdır. Köpmənin qarşısını alır, öddaşlarını təmizləyir, mədə bulantısını götürür, qusmanı aradan qaldırır, ürək yanmasını azaldır, həzmə kömək edir, ağızdakı pis qoxunu aradan qaldırır, əzələ ağrılarını aradan qaldırır, xroniki ağrıları azaldır, allergik öskürəyə qarşı yaxşıdır, asmaya qarşı yaxşıdır, stresi azaldır, C vitamini ilə zəngindir, antioksidan təsirə malikdir. Belə hörmətli izləyicilər, daha bir faydalı videonun sonuna gəldik. Növbəti videonun mövzusu nə olsun? Rəy dəstəklərinizi qeyd etməyi unutmayın.